Hər bir kəsə salam dostlar, dəyərli izləyicilər. Bu gün sizə bir dənə sınaq izahı verəcəm. Sınaqda qrammatika suallarını izah edəcəm, sonra isə mətn suallarını izah edəcəm, esseni yazacağım və sınağı başa vuracağım. Listening suallarına isə baxmağınız üçün mən bu PDF-i göndərəcəm qrupuna, adını siz deyin. Telegram qrupuna göndərəcəm. Telegram qrupunun linki isə bizim açıqlama qismində olacaq. Əgər bu tip sınaqlar çox işləmək istəyirsinizsə və daha fərqli kontekstdə öz sınaqlarım, məsələn, güvən sınaqları, OTK sınaqları, yəni qəbul tipli din model tipində olan bütün suallar işləmək istəyirsinizsə 099 702 54 44 nömrəsinə yaza bilərsiniz. Bu heç. Keçək artıq suallarımızın izahına. Qələm rəngimizi mavi eləyək. Aha, 7. Deməli 7-yə baxırıq. Balearic Islands. Əgər Island sözündə S varsa, bu artıq adalar qrupu olduğunu göstərir və bura D artiklı yazılacaq. Most popular, burada da üstünlük dərəcəsi olan D artiklı yazılacaq. Europe iki adıdır, heç nə olmayacaq. Yəni cavabımız oldu D variantı. Demək, baxırıq 8-ci suala. Baxaq. Deyir next month. Next month nə deməkdir? Gələn ay, yəni simple future. Gələcək sadə zaman qoyacağıq. Will appear. Cavabımız olacaq B. Sonra 9. The let Mike. Uşaqlar biz bilirik ki letdən və make'dən sonra complex objectdə heç nə qoyulmur. Yəni bu birinci qrup feillərə aiddir və bizim mürəkkəb tamamlıqda olan feilimiz şəxsə və kəmiyyətə görə, eyni şəkildə zamana görə dəyişməz. ING ilə to da olmaz. Cavabımız olacaq B variantı. Aha, keçdik 10-cu suala. Deyir that he before he went. Burada went varsa, deməli biz də burada had down verəcəyik, yəni A variantı. Uzlaşdırmaq üçün. Aha, of varsa baxacağıq xəbərə. Xəbərə baxıram, boss cəmlənən işlənir. Everydən sonra of işlənməz, 4 səhvdir. Cavab burada 2 də səhvdir. 2 ilə 4-ü çıxanda cavabımız ya 1 düzdür, 3 düzdür. Niyə no səhvdir? Nodan sonra çünki isim gəlməlidir. Necə isim gələ bilər? Nodan sonra gələ bilər cəm isim. Nodan sonra gələ bilər sayılan tək isim. Nodan sonra gələ bilər sayılmayan tək. Nodan sonra nə gələ bilməz? Nodan sonra article gəlməz. Nəysə, cavabımız olacaq Y. Ondan sonra bunu bir passive voice, yəni keçmə sonra deceive bizim tamamlıqdır deyə A variantı getdi. Burada sent olduğuna görə olacaq was sent. Was been olmaz, has been olmaz, is olmaz. Cavabımız olacaq D. Sual da rahat idi. Baxaq. Dan olduğuna görə, burada da movie olduğuna görə müqayisə dərəcəsi verəcəyik. Yəni bir də burada əsas ikinci, bu birinci diqqət eləmə. Özündən sonra nə gəlir? İsim. Və isim təşkil olduğuna görə E və yaxud da an artiklı məndən istəyəcək. Much more interesting cavabımız olacaq A variantı. Niyə C deyil? Çox adam C götürür. Çünki much gəlirsə, sən ondan sonra nə verməlisən? Müqayisə. Yəni burada verməlisən much more. Yəni A variantında olduğu kimi. Abiler arkadaşlar, gəlin keçək 14-ə. 14.
Deyir, modal feillərə aiddir. O outdan sonra to gəlməlidir, getdi. Didn't have to gəlməlidir, getdi. Hadn't to anadan gəlməsi səhvdir. Will be able to'dan sonra to gəlməlidir, getdi. Cavabımız olacaq C variantı. Rahat sual idi bu, çox rahat sual idi. Yəni 15. 15'ə baxıram. Lovely birds. Bird sözünə əsasən baxıram. Bu sözdə nədir? Cəm. Maçdan sonra gələr sayılmayan. A lot'dan sonra of gəlməli idi. Only'dən sonra a few gələrdi. A little'dan sonra gəlir sayılmayan. Cavabımız olacaq nə? Y. Yəni many. Many'dən sonra cəmsim işlənər. Aha, bizdən diğerlik hal istəyir. Əla. Burada biz bilirik ki, children apostrofesi olur. A getdi. Doctor's fault. My father bought özündən sonra P2 gəlib. Bu həzdir. C getdi. Simon's positive about his future. Eric sold his bicycle. Burada da eyni məsələ. Özündən sonra P2 gəlib. Y getdi. Burada isə pozitiv, özündən sonra sifət gəlib. Cavabımız olacaq B variantı. Çox maraqlı sual idi əslində. Baxaq. Arrive. Bilirik ki, arrive in var. Bir də arrive at var. Bilirik ki, arrive in böyük yerlərdə, arrive at kiçik yerlərdə. Rom böyükcə arrive in. At midnight. In at. Waiting for. C. Baxaq, zəm varsa B olacaq. Rahatdır bu. Bizdən deyir can't be changed. Yəni çevrilməyənlərdən söhbət gedəcək. Deməli, fiildən sonra, yəni fiil deməyək, burada xəbərdən sonra söz önü gələrsə, burada ət gəlib, biri götürək. Burada da götürək, ikini də götürək, 1-2. Amma 1-2 cavabı yoxdur. Niyə belə? Bax, 100% olmaz. Nəyə görə? Çünki özündən sonra həm də şey gəlib də, zaman zərf. Biri götürdük. İkincidə judge him to. Burada him çevrilib he ola bilər. 3'ü çıx. Return to var. 4'ü götür. Cavabımız olacaq 1 və 4 y. Çünki on the payment burada tamamlıq mübtəda funksiyasında ola bilər. Deməli 15, daha doğrusu 20-ci suala baxıram. 20-ci suala deyir ki, nə deyir, heç özüm də bilmirəm. Deməli biz ikinci tərəfə baxırıq. Burada to varsa, deməli mən burada qoymalıyam 3-cü qrup feillər. Deməli so ikinci qrupdur. To işlənməz. Notice ikinci qrupdur. Deyəcəksə müəllim, bu ikinci qrup, birinci qrup məsələsi nədir? Bir dənə bunu izah edək. Şu an bilirəm ki, make və let. Bu kompleks objektdə bunlardan sonra heç nə gəlməz. Bu birinci qrupdur. See, observe, notice, watch, hear. Bu sözlərdən sonra isə ya söz to ilə, ya söz heç sənsiz gəlir, ya da sözün sonuna ing gəlir. Digər qalan sifətlər hamısı to ilə işlənir. İndi 2 ilə 4'ü çıxanda cavabımız olacaq 1 və 3, yəni B variantı. Arkadaşlar, keçək 21-ci suala. 20-ci sualda ikinci tərəfə baxıram. Hələ ikinci tərəfdə inkar var. Bir cümlədə 2 inkar olmaz. B getdi. Yaxşı. Don't have-in to'su yoxdur. A getdi. Haven't to anadan gəlmə səhvdir. Getdi. Is able-dan sonra to yoxdur. Getdi. Cavabımız olacaq C variantı. Aha. Kod sözü cansızdır. Cansız işlənəcək which və yaxud da that. Yəni 1
və 5. Və canlı işlənsəydi nə olardı? Who, whom, whose və yaxud da elə burada da işlənə bilərdi. Bunların fərqlərini olsa çox yerdə demişik. Cavabımız olacaq B. Aha. İndi keçək biz mətni oxumağa. Şair burada nə deyir? Deməli arkadaşlar. The Fort Boyard is a unique fortress located between the island of Aix and Lorraine. Aha. In the Atlantic Ocean off the coast of France, it was built on a small sandbank. The fort looks like a ship made of stone standing strong in the sea. It's very famous and interesting history. Devam deyir ki, First Boyard Fransa sahillərində Atlantik okeanda Olrayan adaları arasında olan unikal bir qaladır. Kiçik qum sahilində tikilmişdir. Qala dənizdən möhkəm dayanmış, daşdan hazırlanmış gəmiyə oxşuyur. Çox məşhurdur və maraqlı tarixçəsi var. The idea built Fort Boyard started in 81. Napoleon Bonaparte, the famous French leader, he wanted to protect area from enemies coming by sea. However, building the fort was difficult because of the strong ocean currents and small size of the sandbank. The construction was stopped and started many times, and it took many years to complete. Finally, Fort Boyard was finished long after Napoleon's time. The challenging conditions required engineers to develop new construction techniques, including their use specially designed ships to carry large stones through the rough seas. The construction also involved an underwater foundation that made it stable enough withstand the ocean's waves. Deməli deyir ki, Fort Boyard tikinti ideyası 1801-ci ildə başlayıb. Napoleon Bonaparte ərazini dəniz yoluna gələn düşmənlərdən qorumaq istəyirdi, lakin güclü okean axınları, qum sahillərinin kiçik olması səbəbindən qalanın tikintisi çox çətin idi. Tikinti dəfələrlə dayandırılıb, sonra başlanılıb və başa çatdırılması uzun illər çəkib. Nəhayət Boyard Napoleonun vaxtından sonra, yəni 1857-ci ildə tamamlanıb. Çətin şərtlər və mühəndislərin tikinti texnikası o cümlədən iri kobud daşlarla xüsusi hazırlanmışdı və tikintidə okean dalğalarına tab gətirə biləcək qədər sualtı təməl daşları da deyir iştirak eləyirdi. Çox uzun mətn deyək. Oxumağa həvəsim yoxdur açığı. Deyir, the fort is oval shaped and measures 68 meters long and 31 meters wide. The walls are very thick and made of stones. Inside there were places for soldiers to live and store their equipment. There were also many big guns pointing out to sea, ready to defend the coast. Deyir, qala oval formatındadır, uzunluğu 68, yəni 31 metrdir, divarlar çox qalındır, daşdan hörülmüşdür, içəridə əskərlərin yaşaması üçün texnika var, yəni silahlar falan. Deyir, sahil müdafiə hazır olan dənizi göstərən çoxlu böyük silahlar vardı. Deyir, after many years, the fort is no longer needed for defense. It was used for different things like prison for a short time. Today, Fort Boyard is the best known for being television game show. The show, also called Fort Boyard, started in
1990. It features teams of contestants who complete various physical and mental challenges to collect keys. These keys are needed to unlock treasure room at the end of the game. The show is only popular in France, but has also been adapted in many countries, making Fort films worldwide. Fort Boyard is open. Okay, birinci önce bunun tərcüməsini verək. Deyir ki, uzun illərdən sonra qalan müdafiə üçün çox lazım deyildi. Qısa müddət həbsxana kimi müxtəlif vasitələrdə istifadə olundu. Bu gün Fort Boyard ən yaxşı televiziya oyun şousunda olduğu kimi Fort Boyard adlandıran şou başladı 1990-cı ildə. Bu açarları toplamaq üçün müxtəlif fiziki və əqli çətinlikləri yerinə yetirən yarışmacılardan. Bunu Azərbaycanda da var idi. O Xəzər xəbərdə verirdilər o vaxt. Yadıma gəlir. Yerinə yetirən yarışmacılar ibarət komandalar təqdim edirdilər. Bu açarlar oyunun sonunda deyir, xəzinə otağı kimi kilidini açmaq üçün lazım idi. Şou təkcə Fransa deyil, həm də başqa ölkələrə uyğunlaşdırılmışdır və bütün dünyada artıq məşhurdur. Azərbaycanda da var idi o vaxt. Aha. The Fort Boyard is not open for tourists visit inside, but many boat trips got around it. People come to see famous fort and take pictures. It's amazing sight in the middle of the ocean, reminding everyone of old times when forts were important for protecting countries. Fort Boyard is symbol of strength and endurance. Oxuyamadım sözü. Standing in ocean while watching the sea is fascinating piece of history that continues to capture the imagination of many. Their Fort Boyard turistlərin çəkilməsi açıq deyil, lakin onun ətrafına qayıqlar gəzintilər edir. İnsanlar məşhur qalanı görməyə və də şəkil çəkilməyə gəlirlər. Okeanın ortasında heyrətamiz bir mənzərədir. Hər kəsə qalanların ölkələrini qorumaq üçün vacib köhnə dövrləri xatırladır. Güc və dözümün rəmzidir. Dənizdə gözətçi kimi durur və bu çoxların təsəvvüründə tarixi təsəvvür etmək üçün bir parçadır. Bu şəkildə uşaqlar, indi keçək sorulara. Sorulara alayım. Deməli, məsələ nədir? Uşaqlar, ilk öncə mən hər zaman demişəm ki, main ilə about suallarına baxanda nəyə baxmaq lazımdır? İndi Fort Boyard haqqındaydı da. Heç vaxt Mətin Fort Boyard haqqındadırsa, Fort Boyarddan danışmaz. Ona görə Fort Boyard sözü getdi. Fort Boyard sözü getdi. Napoleonun rolu çox da önəmli, açığı qeyd olunmur. Napoleon istəyirdi ki, olsun da. Biz burada Fort Boyard'da şey tapmalıyıq. Definition tapmalıyıq. O da A variantındadır. The unique fortress located in Atlantic Ocean. TV show Fort Boyard nədir ay Allah? Deyir ki, Atlantik okeanında yerləşən nadir qala. Yəni cavabımız olacaq nə? A variantı. Bu belə bir sual idi. Və baxaq 24-cü suala. 24, 25 görək nə deyir? Deməli, deyir, hansılar yanlışdır, deyir. Yanlışa baxacağıq. Deyir, Napoleon Bonaparte not involvement in construction in the fort. Deyir, Napoleonun heç bir iştirakı olmayıb. Yanlışdır, amma bizdən yanlışları istədiyinə görə biri götürək. There is a construction of Fort Boyard complete without my intervention. Fort Boyard'ın tikintisi fasiləsiz yox, fasilələr oldu. Onun üçün cavab olacaq elə 1-2, yəni Y variantı. 25-dir. What happens der Fort Boyard televiziyasında, yəni şousunda nələr baş verirdi? Deyir, contestants solve riddles and to unlock secret passages inside in the fort. Deyir, iştirakçılar qalan içəridə gizli keçidləri tapmaq üçün tapmacalar həll edirdilər.
Allah. The TV forces some puzzle riddles without physical challenge. Televizyon şousu fiziki çətinlikləri olmadan, yox, yəni fiziki çətinliklər var idi. Müsabaqə işləm mənfi kodları tapmağa açar axtarırlar da bunlar. Hətta onun üçün cavabımız olacaq case. Y variantı. 26-ya baxaq. 26-da deyir ki, engineers used new concept techniques. Görək, mühəndislər istifadə edirlər. Nə üçün? Ətraf mühitə təsiri yox idi ümumiyyətlə. Yəni belə bir şey danışılmır ki, səhvdir. Deyir. Üstdə deyir ki, böyük daşların turbulent suları daşıması üçün xüsusi hazırlanmış gəmilərin işə salınması yox. Sakit dənizdə iri daşlara salınması yox. Deyir. Force Burn çətinliyini dəf etmək bir düzdür. Deyir, bu açıq sualları artıq yazmağa çox mənası yoxdur. Reality şovlardan danışır. Deyir. What do you think motivates participate in reality shows? Deyir, sizcə insanlar səviyyəli daha çox populyar olmaq və s. axır. Bu tip cümlələri yaza bilərsiniz. Şualar izah bu qədər. Güman edirəm ki, başa düşdünüz, anladınız. Sağ olun, salamat qalın.